İndi növbə qrammatikanın uşaqlar, qrammatikaya baxırıq. 13-cü testdə bizdən positive case, yəni yiyəlik hal istəyir. Yiyəlik hala baxaq. I left my dog at Diana's. Mən itimi Diana gildə qoymuşam. Kimin gildəsə deyəndə biz onu apostrof s-lə verə bilirdik. Söhbət addan gedir, bir şəxsdən gedir, soyadı deyil. Ona görə də apostrof s işlətmişəm. Bu doğrudur. My neighbor's door. Mənim qonşumun qapısı. Bəli, bu da doğrudur. These little boys. Baxın uşaqlar, ismin qarşısında this işlətmişəmsə, deməli o təkdədir. Təkdədirsə, mən onu apostrof s-lə verməliydim. S apostrofla yox. Ona görə bu səhvdir. The old man's. Mən təkdədir. Ümumiyyətlə, bu mən, men kökdən dəyişən söz olduğu üçün onun yiyəlik halı hər bir halda apostrof s-lə olurdu. Ona görə bu da səhvdir. 1 və 2 mənim düzgün cavabımdır. 14-də məndən düzgün əvəzliyi istəyir. Bu correlative, yəni ikisindən ibarət olan bağlayıcılardır. Onlarda fix olur. İkinci hissə heç vaxt dəyişmir. Məsələn, neither nor düz. Amma neither or və yaxud da neither and olmaz. Both and olmalıydı. Either ilə də or olmalıydı. Ona görə bu da səhvdir. Düzgün cavabım C variantı. 15-də məndən passive voice istəyir. Məchul növə çevirməyimizi istəyir. Mənə məlum növdə cümlə verib, düzdürmü? Mənim burada işi icra edənim, yəni mübtəda yoxa çıxmalıdır, düzdür ki, mənim cümləm məchul olsun. Ona görə harda ki, bu mübtədanı saxlayıbdır, mən onu siləcəm. İkinci işim baxacam zamanıma. Organized, keçmiş sadə zamandır. Baxın, burada indiki sadə veribdir, burada da ümumiyyətlə to be yoxdur. Ona görə bunlar da düz deyil, A variantım düz olacaq. Məchuldan məluma çevirərkən və yaxud da əksinə zamanım dəyişməməlidir uşaqlar. İndi 16-ya baxaq, burada düzgün leksik sözü seçməyimi istəyir. I was, nə bilim nə, and happy during the flight because my seat was a window seat. Deməli, uçuş zamanı mən xoşbəxt və şanslı idim, çünki mənim yerim pəncərə önü idi. Nə burada əsəbi olmaram, nə faydasız olmaram, sıxılmaram, məyus da olmaram. Əksinə, pozitiv bir adjektiv lazımdır mənə. Bu da luckydir. Digəri həmsi negativdir. 17-də definition match istəyir. Disturb narahat etməkdir. Bu da C olacaqdır. Kimisə bir şey etməkdən, düşünməkdən saxlamaq. To notice fərqinə varmaq. To see or pay attention to somebody. Kimisə diqqət yetirmək və ya görmək. A bəndə olacaq. To attend iştirak etməkdir. Bu da to be present at an event. C, A, B mənim düzgün variantım olacaq. 18-ə baxırıq. Close meaning sinonim deməkdir. Bu tired and exhausted hər ikisi yorğun deməkdir. Yorulmuş, əldən düşmüş. Spoil xarab etmək, clear təmizləmək, tell demək, count saymaq, strange qəribə, ordinary adi, repair təmir etmək, destroy məhv etmək. Bunların heç biri sinonim deyil. 19 məndən düzgün zamanı istəyir. Ifli şərt budaq cümlələrində bir tərəf gələcək sadədirsə, digər tərəf mütləq indiki sadə olmalıdır. Bu da A variantı olacaq. 20-ciyə baxırıq. Bu bizdən mübtəda xəbər uzlaşmasıdır. Söz önlü birləşmələrdə biz həmişə birinci tərəfə baxırıq. Box təkdə olduğu üçün mən tək xəbər seçəcəm. Bu da olacaq 2 və 3 B variantı. 21-ə baxırıq. Söz önüdür. The shop which is the house. Deməli, evin between olmaz. Between arasında deməkdir. 2 də isim olmalıdır ki, onun arasında olsun. At the house evdəki shop olmaz. From the house evdən olmaz. Into the evin içindəki shop da olmaz. Amma next to olar evin yanındakı shop. İkinci tərəfində isə həftə sonunda da həmişə at işlənir. Əslində həftə sonuna baxsaydıq bu üçünü silmiş olacaqdıq. Burada sadəcə bir isim var. Between isə arasında deməkdir. Ona görə bu da olmayacaq. Elə düzgün cavabım B bəndidir. 22-də məndən düzgün article istəyir. Burada birinci tərəfdə üstünlük veribdir. Üstünlük dərəcəsində mən bilirəm ki, həmişə, hər bir halda mən işlədirəm müəyyənlik artiklı. Və bilinən yerlərdə, in the city, in the park, hamıya məlum olan yerlərdən də mən Z artiklı işlədirdim. Ona görə D variantım düzgün olacaq. 23-də məndən regular, yəni qaydalı feillər istəyir. Hansı ki, keçmiş zamanı id ilə düzələn, düzdürmü? Baxın, build qaydasızdır. Forget qaydasızdır. Set, dig, grow bunlar hamısı qaydasızdır.
send, leave bunlar da qaydasızdır. Amma buradakılar hamısı qaydalıdır. Yəni id ilə düzəlir bunların keçmiş zamanı. Yenə bizə definition veribdir. Crowded basa-bas deməkdir. Bu olacaq B variantı. Mild yumşaq, yəni sərt olmayan. Ordinary də adi deməkdir. Adi. B, C, A mənim düzgün cavabım olacaq. Bu da olacaq B variantı. 25-də düzgün sual cümləsini istəyir. Deyir ki, baxın, onlar bu qeyri-adi rəsmləri haradan və kimdən əldə ediblər? Baxın, cümlənin sonundakı bu from mənə kömək edir. From olmasaydı, hər dördü düzgün olur. Məsələn, baxın, when də düzgün olacaqdı. Onlar nə vaxt əldə ediblər? Niyə əldə ediblər? 1-2 düzgün olacaqdı. Amma bu from-a görə, mənim mənasına görə 3 və 4 ancaq düzgün gələcəkdir. Burada nə var? Describe istəyibdir. Bunu yazıb yazmağımın bilmirəm, önəmi varmı? Əgər sizin ağlınızda qalıbsa, mənə kommentlərdə göndərərsiniz. Describe elədiyiniz nə yazmısınızsa onlarını. Mən ona uyğun rəng verə bilərəm. Deməli, burada 2 nəfər var. Desən, restorandır. Və yaxud da hardasa onlar çöldə meyvə yeyirlər. Bir fil yaxınlaşır onlara. Onlar da ərzaqlarını, meyvələrini fil ilə paylaşırlar. Daha sonra da fili sirkdən gəlib aparırlar fili. Və bu fildir, sirkdən qaçıbdı. İnsanlar ona görə təəccüblənirlər, sonra ona meyvə verirlər və daha sonra da sirkin əməkdaşları gəlib onu aparır. İndi bu biraz subyektivdir uşaqlar. Hər kəs şəklə görüb baxıb fərqli şeylər görə bilər. Əsas burada qrammatikanın düzgünlüyü, sözlərinizin nə qədər geniş sinonim istifadə etmənizdir, cümlələr arasındakı əlaqə, axıcılıq, uyum, bu kimi şeylər önəmlidir. Yazarsız, köməklik eləyərəm. Təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Hər birinizə uğurlar arzulayıram.